Bu da bizim doğma Bakımızdan 160 kilometr aralıda yerləşən, baş gecəlləndirici perivalı və orada bişirilən kebabları ilə məşhur olan Ağsumuz. Günü-gündən çiçəklənən və inkişaf edən bölgələrimizə Ağsu da qoşulub inkişaf edir. Lakin inkişafdan çox-çox uzaq olan 2 nəfər varsa, o da bizim qəhrəmanlarımız Şəmi və Şöşüdür. Baxın görün bu qohumlar Ağsuda hansı oyunlardan çıxdılar. Gülme. Bütün yolu dedim ki, Şöşü bu zibili yavaş sür. Onsuz heç nə düzəməlli işləmir, tormuzlar da yoxdur. Bütün bu şəkillərə bax, buna bax elə. Bir dənə albom çıxartdı verdi, bax bütün yol hamısı şəkillərimiz düşüb. Yaxşıdır da, bir yerdə albomumuz yox idi, albomumuz da var. Nə albom, elə orada kompüterdə qardaşdan xahiş elədim, bir-iki yer bilet düşmüşdüm. Nə bilim, biraz yuxulu fasonluydum, gah mənim gözüm yumuluydu, gah sənin gözün yumuluydu. Onu sən hansı? Mən orada dedim bir dənə özümü yoxlayım, görüm göz yumulu necə sürdüm. 180-la gedən momentdə yumdum gözümü perivalda. Reş qaçanda gördüm, pavarotluca girir. Bu maşını 180-la sürərlər Şöşü. Şimdi kuruğun 180-ın deyir. Nə danışırsan? Sən xalaqlı olmadın ya Şöşü, sən mənim başıma bəla oldun. Sən mənim başıma bəla oldun. Sən nə qayırmısan burada? Dağılıb dana görmürsən. Hadi yığ. Kömək elə düzəldi, bütün reşlər dağılıb. Bunları niyə belə dağıtmırsan, sən aşağı? Pravanı gizlənirdim. Burada prova gizlən. Buranı axtarmırlar da, ona görə Bax dedi, Şöşü, bax, and verirəm səni Şəminin canına. Bir də sən sürətli maşını sürdün, pəncərəni atıram, özüm atıram aşağı, yox. Açın sürətlə sürdüm, ha kişi. Yolda ne yazılıb onunla da? Nə yazılıb ki, yolda yazılıb ki, sürətli sür. Kör idin, orada dəmir üstə yazıblar, Bakı, Ağsu, 180. Mən də 180-la gedirdim da. Hayt dedi, tupo, 180 bilsə nə deməkdir? Yəni ki, bu qədər məsafə qalır ona. Mən də qoymuşam üstə, nə bilim. Sən xala oğlu olmadın ha, başıma bəla oldun, bəla. Ona nə kostyumdur ki? Bu sənin bəylik kostyumun deyil mi? Qoy aşağıdan damat görür, hamısı Bağıram, görür. necə deyərlər, yol sür. Yavaş sür. Sən qurban olaram. Necəsiniz? Nə olub, yenə nə problem var? Nə yaxşı gəldiniz, dərdimi deyim sizə. Traktorunuz Mən daha ölmüşəm, yoxam, daha həyatda. Neçənci ildə bu traktor? Bu 71 desəm, deyəsən aldırsan məni. Traktor vaxtıdır. Şəmilsə qurban olaram. Neyim Neyim? Ayıbdır, bir danış görək problemi Gəlmişik də. Nətərdir? O boyda yolu durub basa-basa gəlmişik. Biz də təbii ki, burada bizim xeyrimiz var ki, gəlmişik. Elə belə gəlməmişik. Heç nə. Nə oldu? Dərdim nə olacaq? Bu Əzəmət müəllim yoxdur. Onun bankı var axı, Mal bank. Getdim onun bankından bir dənə kreditdə inək götürdüm. Bir də ay südünü sağıb dolanırdım da, başa düşdün? Bir də rəş ki, inəyin südü qurudu. Nə deyir bu? Mən də kasıb oğlanam, başa işləmirəm. Deyineyim, pulu verəmədim. Bu qayıtdı ki, inəyi alıram əlindən. Bu da elə bir inək idi ki, qurma olaram. Çox belə yaxşı münasibətlərimiz oldu. Birimizə öyrəşdik bir həftənin ərzində. Yəni dostcasına. Hara geldik, bir yerdə oyun oynayırdıq, PlayStation, ora bura hər axşam. Gitsən başa Hər inəklə. Bu inəyi də eşidib söhbəti. Yəni girdim içəri qapına. Hiss edib ki, bunu alırlar. Başa düşdüm, məndən onu alırlar. Boynunu belə büküb köpək. Mən insanam axı, mən inəyi verəm. Ayrılık isteme, canımı ister. Ayrılmam imkansız, ayrılamam ki. Sen benim her şeyim, göz bebeğimsin.
ağlama. Hadi Ay, yaxşı. nə olur, ay. Ne oldu? Yox, inəklə mən başqa cür alaram. hadi inək. Əlimdən almayın da, bunu almayın da mənə. Hadi yaxşı. İnəkdə südü quruyub, eybi yox. İnək yaxşı idi da. Ha. Qatırdım suyu südünə, başa düşdün. Aha. Ne deyirəm? Qatığın da ağzını saf et, qan qoydum, qaymaq əvəzi. Başa düşdün. Halaca qazanırdın, o mənə səhv Ha, edirdi. elə halal şey qazanır. Sen maşenliksən ha başdan ağa. Ona almaq. Siz mənə başa Halal düşmədiniz. qazanmaq mən sənə deyim də nə tərəf. Bu boyda torpaq sahələrim var. Ay tutboy. Bu boyda ağaclarım var, meyvələrim var. Get sat, pulu qazan Yox, da. yox, Yaxşısa başa bir dənə inəkdən. Camaat aylı be, qurban Ne olaram. aylı be? Hərəsi gələndə öz tərəzisi ilə gəlir, başa düşdün. Hə. Qayda var, qanun var. Demirəm də, çəkirlər. Hə, O da hə. bir deyil axı, başa düşdün. Bəs yaxşı, indi inəyin südü quruyub. Da bu kreditdə sən nətər verirsən? Nə ilə dolanırsan? Biləm, sağ olsun qonşular. Deyir, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Hərəsi hamı çıxıb gəlib şəhərə. Hə. Mal, qara, toq, düzə, qalıb başlı başına. Deyir, bu traktorda onlardan götürmüşəm. Hə. Neyin? Hə, bu əməlli başlı. Sən zahamatın neyirsən? Sən toyuğun cüzəsin, İndi inəyin. mənə davret edirlər, yəni mən baxıram da hamısına. Başa Sən düşmən, nə hər gün verirsən toyuq mənə? yeyirəm, yəqin oğurlayır bu deyə. Ya, yox, hər gün toq yenə, mən insanam, qurban olaram. Nəysə, eşidirsən, Eşdirsən, hə, Şən müəllim gəlib həll edəcək, 50-50 fiço danışdığımız Amma kimi. kişi çox qəddar insan deyə qurban olaram. Ya o da bir getdim bir yana girdim kabinetə. Aha. Hə, Normal söhbət edirdi adam kimi. O yan bu yan bunun beyni çönə. Bax. Aç şkafdan tüfəngi götür gəl üstümə. Bax. 2 dənə güllə atdı. Bir dənə sağ elədim, bir dənə sol elədim. Yaxşı deymədim. bax, nə danışır ha bu? Onun bir dənə bacısı oğlu var. Hə. Şimdi özünüz bilirsiniz, onu qorxudun. Hədə qorxu gəlin. Nə elə ki sən bir də bacının oğlunun üzünü görəsən. Hə, oralarını hə. Nə də lazımdır. Hadi. Sabah deryam, bugün parti meydan, bugün sabah deryam, bugün parti meydan, bugün Kes yerini orada görmeyeyim sen. Kes orada. Kes orada. 1, 2, 3. Ay kes yerini. 1, 2, 3, 4, 5, 6. Hə, ulan yenə birini oğurlayıblar. Kimin yerini oğurlayıblar? Tamam. Gəl lan, birazdan gəl lan. Ala biraz nardan zaten yiyin, başladı qapını orada. Nəzərən görüm hələ görüşür. Vay, salam aleyküm. Salam mələk, salam mələk. Ferma burada ha tərəfdədir. Əvvələ düz gedirsən amma buradan belə. Qabaqdadır, ferma qabaqdadır. Yer, yer. Ağlanma, qalmışam. Səninlə köçüb dana qabağındakı. Hə, Sən nətər qohumsan? Hə, sən belə ol la. Hə, alad ki. Eşsən mənə. Sal, köşümü sal o kirova, sal onu. Sən Hə, nə bu nə görürsən? deyir, hə, nə görür, bax. Sən burada nə var? Mən burada işləyirəm da, burada problemlər şöhrəti yoxdur. Sən işləyirsən? Hə, buranı mən işlədirəm da, buranın müdür mənəm. Hə, bu əməli baş. Burada nə problem varsa problem yoxdur. Narahat Nə olma. problem yox. Hə, Elə bizim bir- problemimiz var. Nətər Sənin problemin var. Mən də onu deyirəm da, sənin problemin yoxdur. Ay kişi, buraya gəlmişik ki, Hə. problem həll edelim. Problemi həll eləmək üçün ya bu sən köməklik eləməlisən, ya müdirin kömək müdirin hə? Hə, müdür mənəm, elə özüməm, müdür mənəm. Hə, bu nə Müdür belə olur da, heyvanlar? müdür belə olur. Müdür belə olur. Bu nə heyvanlar da yığımsan. Malbankda elə bir kreditdə götürürlər 25 illik. İnək. Deyirsən pulun verən bilirlər, aparırlar, azdırırlar, eləyirlər, Hə, gətirirlər. elə bu. Gün oldu sallan bura. Sənin başın xarab da 25 Hə, hə, hə. illik nə də? Abi yazıq eti 25 il yaşayır. Niyə yaşamır, niyə yaşamır? Mən nağayıram o da onu eləyir, niyə yaşamır ki? Hə? Nə? Səhər dururam zavtırıqa bir yerdə zavtırıq. Abi, Nə deyir, uzun, idman, qaçış, tu. Hər şeyi bir yerdə eləyir. Heyvanlarla? Bənətər, bənətər. Hə, da denən heyvanım da ha. Yox, heyvan yox, sən odur, nə fərq var? Elə bir yerdə. Müdürün anı müdürün. Hə, müdür mənəm, də müdür mənəm. Problem yox, müdür mənəm. Berat, yoldan gəlmiş, getsin orada biraz ot qalıb, ondan otlayın eləyim, gelin. Sən bu gədə gizli başı çatmır. Düz de, bəyalar. Eşlər, get ki Girova, get ki Girova yaz zamanı. Tez danışmasa şapalaq ağzı üstə Hə, hə, qoyacaq. hə. De görün müdürün anı. Can! Can! Gör kimlər gəlir ha? Əzən Hə, bu nədir, bu nədir? Can! nə oluyor? Abi yaxşıdan şirinliklər eləmə. Şəminə tərsən, şəminə. Ne kadar götürmüşsünüz? Lan gel lan bak. Ne bak yıkmışsan ya. Bunu maniyetiyə verərsən, bayaladır, bayaladır. Əzəmət eşitmişəm mal bank nə də gic-gic adlar hardan fikirləşirsən? Necə? O mal bankı bu bacıoğlunun adına qoymuşam. Uşaqlıqdan ərkələmişdim ki, bunun adına qoyum. Arzum olub, 5000 pul alıb o adam. Gel gələk o biz həyatımız var, biz söhbət ediyoruz da qəşəng havası. Balqarıya bak, balqarıya bak. Hə, o şöşünü saldan içəri, sal onu içəri. Balqarıya bak. Baxım onun adına. Yox, yox, çox sevirəm, onu heç kimə vermərəm. Yox, yox, o qızdan yox, yolunda candan keçərəm. Yox, yox, çox sevirəm, onu heç kimə vermərəm. Yox, yox, o qızdan yox, yolunda candan keçərəm. Bu mənim evim, bu mənim evim, bu mənim bağçam, güllərim. Buradan belə üzümlük,
Aha. Bu tərəf tarla. Burada Tarlanın bax gör nə qəşəng bir şey tikmişəm orada. Maşallah, o nə Hə? də? O belə qəşəng bir şey tikmişəm də. Nəçə yəqin axşamlar orada altında istirahət. Yo, elə belə tikdim onu. Düzü şey material artıq qalmışdı. Dedim bir dənə də belə bir şey tikim. Pul başından aşıb Ay başına. maşallah, maşallah, maşallah. Ay, Sağ ol, Əzəmət, sağ ol. maşallah. Sağ ol. Yallah. Ay Əzəmət, Nə hadi. qəşəng. Ay eşidirsənmi? Hadi. Sən reketsən, sən başa düşmədin, mafiyasan, sən xaçatatsan, Hardan sən anlam? Don Corleonesən, nəsən? Qardaş, mən bank açmışam, düzdür? Hə. Bankda inəyə kreditə inək verirəm. Mən səni məcbur eləyə bilərəm, gəl məndən inək al. Yox, yox. Aço, səni məcbur eləyə bilərəm. Hə, yox, Qardaşım prosta. gəlib inək alıb kreditə indi ödəyəmir. Mən Ay nə kişi, etməliyəm? o Ömür yetim- boyu əzəmət onun bunun pulunu verir. Ömür boyu belə olur da. Eşidirsən, bizdə gəlmiş yox problem əldir. Bu yetimin inəyinin südü quruyub dana yoxdur. Sağır gəlmir. Ağar. Hə, kim bu yetim kimə deyirsən maşenlik var balaca. Hə, hə, də nə Petlə olar? başlayana. Ay, bəstirin, hə, o sizin başınızı alladı var kişi. Nə O deyir inək oğlum? var, inək Hə. var onun. O inəyi basıb eşşək kimi işlədir, xəbərin var. Ay inəkdə eşək kimi işlətmək olar. Hə, o çayın qırağında tarla var, hep pambıq tarlası. Hə. O bütün tarlanı o inək şumlayıb, xəbərin var. Nə deyir ha bu? Yazıq tək inək bütün o tarlanı bax belə şumlayır, Vay, 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 vay. Ölürdü oyunları elə ağzı günə uzanmışdı Əziyyət orada. verir ona. Əməlli əziyyət verir. Keçən hə. il, ay, əziyyət nədir sən deyirəm, maza isti nədir, ondan da o gədə. Götürüb inəyi aparıb İspaniyaya ki. İspaniyada o karida yoxdur, belə pərdəni tuturlar, qırmızı inək belə. Gəlir şey. Hə, o şey. Harida nədə? Ay kişi, Ay, o belə- boynuzu ilə vurur qaldırır, Zar yox, eləyir, saytı nədir o? vurur gedə. Vay, o Oyunlardan, xarici hə? kanaldakından bu. Aparıb ora ki, utdurur onu, pulunu Ay, götürür tədə yeyir. var, Hər cür əziyyət o inək bilsən nələr görür. Deməli bunun belə işləri də var imiş. Ay, elə işlənlər, o inəri görən buynuzun kəsib inəyin. Hə. O svetoforda dayanıb bırlok kimi satır onu. Vay, Düzgünə vay. sallamağa. Yazıq inək. O inək gecə mənə Zakritin nomerdən yığıb ki, Əzəmət sən canı vəziyyət pisdir. Hə, o şey gizlədin, hə. Hə, başın xaratırsan. Arasını zarafat elədim. Hə, biz səninlə bura söhbət eləməyə Yo, gəldik. nə var onu deyək də, əziyyət verdi faktı. O inəri taksi kimi işlədirdi inək, ay ki. Nə deyir ha bu? Ay işlətsin cəhənnəm o yazıq inək şotçuk quraşdırıb inəyi. Oturdun inəyə 2 manat yazır. Ay, bu nə tər Ay sənə adamdır? deyirəm zulm ver, ona zulm Sən ver. mənim canım bütün dediyin düzdür. Ay, mən sənə söz deyirəm, ay ki. Ay o maşenlikdir sənə deyirəm. Əzəmət mənim bir dəqiqə siz olar. Ay nə olmur, nə olmur. Kim Kim nə, Əzəmət? İstəyirəm də indi qoymuq qıraq adam deyil. Aha. Mən 2 dəqiqə onunla söhbət edeyim. Yaxşı, yaxşı, biraz tez ol. Can, can. Necəsiz Sağ ol, Əzəmət müəllim? sağ ol. Əzəmət müəllim, sizin 5 illiyə kreditlə eşək götürmüşdüm. Ha, ha, ha. Onun pulunu gətirmişdim. Çox qurtardı, kredit qurtardı. Hə, qurtardı. Ay, Bütün sənə borcum təbrik qurtardı. edirəm, sənə təbrik edirəm. Sağ ha. ol. Tamam, 29. İndi orada o heç o xırda şeyləri mən durub sənə demərəm. Olsun, olsun, belə olsun. Ha, hara gelsən? Hara gelsən ha ki? Kreditim qurtarıb. Bəli, bəli. İndi sənin üçün bir dənə təklifim var. Hazır kreditdə olan 3 illik kreditdə olan hinduşkan var qəşəng. Onu verirəm sənə, bala gəlib ayda mənə indi nə verərsən verərsən. Yox, Əzəmət müəllim, istəmirəm. 5 illik krediti gücünə ödədim, qurtardım. Ay, Keçən dəfə də mən 2 dənə eşək sıramışdınız danışan adı ilə. Eşək palçığa bir dəfə batar. mən sıradım da. Ay, sən fikirləşmirsən ki, eşək danışa bilər. Eşək necə danışsın? Danışda bu hinduşka deyirəm ha, o 3 illik. Özüm bölüm onda nəsə ola bilər. Hinduşkadan eşitirəməcək hərfləri, zatları deyir yavaş-yavaş. Belə şeyləri deyir. Gələn həftə o danışacaq. Oradan sənə tapşırıram, gədə o Yox, hinduşkanı lazım deyil. Ay, Özüm gül kimi danışıram. Ay, sənə söz deyirəm, olmazsan. O hinduşkanı gör. Fazil, Fazil, oradan hinduşkana belə get Fazilin yanına. O afarmleni da verin siyas hinduşka yapasın onu. Ne var? Can, qohumlar. Gəldin hə? Hə, siz nə yersən? Yenə nə qaynatmısan gədə ağlayacaq. Bizim bağdandır bu. Nuş olsun. Ye. Sağ ol, sağ ol, Əzmət. Bax sizin de, sizindir. Yerə tökmə onu, baxım görün nədir o. Hə. Hə, bir məsləhət ver də, neyək bizim, nə tər Məsləhət deyəndə mən sizə təmiz qardaş kimi, qohum kimi bir Aha. məsləhət görə bilərəm. Gedirsiniz o inəyi satsınız. Hə. Gətirib o Əzəmətin pulunu ödəyirsiniz, mənim pulumu. Nədir? Yaxşı, inəkdən olur ki. Bu Süt vermir də, belə küçükürsən süt. İnəyi satdın. Gətirib mənim kreditimi bağla, ortada nə pul qalır. Aha. Onu da papalam, 50-50-yə bölək. İndi mənim də nə hörmətimi eləyərsiniz, eləyərsiniz, problem yox. Əslində ağlına vaxtdan şöşür. mən də belə baxıram nəsə burada polisi var. Nağdıdır. Biz nə ayıraq, biz Biz gedək, demə. biz söhbət eləyək. Əzəmət, Ha, can. sənə də əziyyət verdik. Hə, xoş siz. Həmişə gəlin. Əziyyətini halal elə. Mwah. Hadi yalama da. Qohum kimi hər zaman sənin qulluğundayıq. Yaxşımı? Öpürəm sizi. Sən can gedək öpürəm yeyəcək. Hə, yaxşı, yaxşı. Yaxşı. Ay sözü. Oranı da şey yaz. Akif müəllim. Akif müəllim, Tərlan müəllim. Tərlan müəllim, Bir də ki, Cümşüd müəllim. Cümşüd. O, Babək müəllim. Hə, Babək müəllim qardaş. Onların hamısını yaz, ay sol. Qabağında plus qoy ki, всё, yəni bu evlər alınıb bu şey. Evin üstündən yox, kağızın üstündən plus qoy, ay sol. 2, 3. Ay sol. Qoy ki, hər şey yazılıb, hər şey alınıb. Kim soruşsa, denən bax bu hissə gedib, bu tərəf gedib, bu de, denən ancaq binalarda qalır. Yaxşı? O futbol meydançasının yanı yoxdur. Futbol meydançasından da oradan deməli meydançadan deməli 2 sot torpaq biz ayırmışıq. O
Uşaqlar orada futbol. Əli heç sot olmazdı, 2 sot oradan ne olacak ki? Prosto diye biraz çəpərizada salarlar, zabora salarlar, все. 30 adı söz. Eşitirsən mi? O ev var ha, o stadion qırağındakını. Onu heç kimə vermə, yaxşı? Özündə Facebook az gir orada. Bax. Bütün günü bunları tuturam, adda klass bir Facebook. Qız pişirirlər. Sponsor Af Park Yaşayış Kompleksi. Müəllim, narahat olmayın. Bu silikonlar dünyanın en yaxşı silikonlardır. Bunu şəxsən mən özüm şoşu ilə bir yerdə gətizdirik də bunların hamısını. O şeydi, jitka aboydu, kleydi, ondan sonra emulsiyadır. Onlar hamısı xırda şeylərdir, onlar düzələn şeylərdir. Əsas silikondur. Eşitdim, təzə ev zat mübarəkdir, sağlığınıza qismət. İnşallah yığışırıq da ora. Yeyib, içmək, kabab, lülə, tikə bastırma qızlarımız da. Oldu müəllim, oldu. Sağ olun. Narahat olmayın, göndərirəm. 2 maşın bu dəqiqə Evrafondan Pramoy düz Sulu Təpiyə kimi yellənir. Oldu. Sağ olun, sağ olun. Salamat. Ayşə. Ne dersin? Bunun adı nədir rus dilində? Şaşı, bak gicdirsən ha sen ha. Niye? Keçən dəfə də klientlərin yanında ağzına gələn danışdı, şapalağı qoydu qulağının dibində. Gələn nə bilim divar kraskalayan, nə bilim sən nə işlə qalıb onun adına? Qoyun çanta satırda Dağıstan kamazları keçir. Bundan Sen konkret bura gələndən gicdirsən ha Şaşı. Biz bura gəlmişik ki, sahamatı, keyfiyyətli tikinti materialları ilə təmin eləyək. Başa düşdün? Bura Evrahom, de Evrahom. Sponsor Evrahom Tikinti Materialları Bazarı. Ya, ömrəm. Bilirəm, qaqa bilirəm. Sənə deyirəm ki, indi bu məsləhət dosta, qardaşa qismət olması bir camışdı mı deyim, inək mi deyim, yəni adam dillə gəlmir o, yəni bu məxluqa, bu heyvana inək desin, camış desin. Ona görə də gəl bax. Yaxşı. Yaxşı, davay dənə kontrol qutarı, davay. Kim ya? Sen ne yapına klient tapdın, klient. Vay, salam əleykum. Salam əleykum. Salam Gel Mala bak, Necə, salam əleykum. Gel de salamlaşdık senin. İnek budur. Değişik. İnek biraz inəkdir, biraz camışdır. Yəni Necə yaraşırlar ya birbirine. Eşitirsən Yaraşı bir dəqiqə dayanır ki, biraz camış, biraz inək. Yox, bu qulaq as da. Eşidirəm, hə. Gəlmisən, əvvəla xoş gəlmisən. Çox sağ ol. İkincisi də mən bilirəm ki, Şöşü. Mən bilirəm ki, Şöşünün sən dostusan, yaxınısan. Ona görə də istəyirəm ki, dostumuza, qardaşımıza yaxşı bir mərifətli, qanacaqlı bir camış qismət olsun. Mən səni elə belə yerə gətirmərəm ya qardaş. Bu nədir bir baxacaq görəm bunun. Mən baxıram ki, başqa cür dəridir. Bax qardaş, bir dəqiqə deyəm. Bu heyvan adi heyvan görünə bilər. Yəni ilk baxışdan baxırsan, normalini də qoy belə camışdır. Amma söhbətini elə mən baxırsam, bu heyvanın qeyri-adi xüsusiyyətləri var. Deməli nədir? 4 dənə döşü var. Hərəsindən birindən sterilizovunu süd, yəni onu artıq təmizləməyə ehtiyac qalmır. Köşü. Yəni sən də bil, Allah bilsin çoxsun bilmirsən. Birinə yoğurt gəlir, birinən qəşəng belə bərk sıxanda. Qatıq gəlir, yəni qatıq süzə bilərsən oradan. Birindən də süzmə. Plus spesiallə bunun funksiyası var. Arxasına keçirsən, arxasında knopkası var. Basıb saxlayırsan, misal üçün 3%, 4%, 5% yağlılığı da, yəni südün yağlılığını sən o kontrol edə bilərsən. Bir dəqiqə. Sən deyirsən burada yoğurt gəlir, düzdür? Mən də xoşlamıram da mənə yalandan danışanda, başa düşdü? Bu yoğurt birdən mən istəyirəm ki, məsələn alça yoğurt olsun, klubnik olsun, nə bilim, gilas yoğurt. İnstruksiyasında yazılıb da nə istəyirsən onu da verəsən yeyəcək. Üzüm istəyirsən üzüm ver, üzüm yoğurtu gəlsin. Çiyələk yedizdir, çiyələk yoğurtu gəlsin. Bu elə belə deyil 2007 dekabrda ona bax. Sən bir dənə vuruğu yoxdur. Bu inək elə belə inək deyir ha. Bunu şəxsən Şöşü özü çimizdirir, yuduzdurur, şotkalayır. O dəmir şotkalar var ya, qırılan qaşıysan ha. Bax həmin o şotkalarla bu şeyə camışı çimizdirir. Bütün günü öz südündə təzədən verdiyi südü təzədən üstünə çəkilir ki, dərsi yumşaq olsun. Mən sənə elə belə Həmən özüm də elə oğlandır. Eşidirsən bu yaxşı yemək verəndə hələ bal da verir. Hər ayın axırı sağırsan bal gəlir. Bal nədir? Tərif edirəm da. İnək bal verir. Başın xarabdır sənin, nə olur? İndi mən bundan bal alacağam. Amma bədəci institutda bal almayıb, qaldı inəkdən bal almayıb. Mən bala deyirəm, sən bal nə? Hayır, yaxşı. Sən biraz əsəbisən, ha? Mən əsəbi deyiləm, mən əsəbiləşdirirəm. Elə Şöşü də biraz əsəbiləşdirir. Ona görə biraz taxtayla ağzının üstündən birini qoyacağam. Hay dünyama bax ha. Mən taxtayla vurana bax. Qardaş, tapancanı aşağı sal. Tapanca var. Tapanca var.
dəqiqə al, al. Mən xaş istəyirəm. Sonra nə edəcəyik bunu? Ayaqlarını qoyursan qaza, qazanda. İlıq suda ayaqlarını xaş elə Bir dəqiqə yeyəcəksin. deyənə bir dənə xaşa görə siz heyvanı niyə məhv edirsiniz ki? Mən xaş elədi, bunu ayaqsız gəzəcəyində bu. Yox da, bəs mən nağıl danışdınız burada. Bir diyorsun ana, sən nə danışırsan? Tərifləyirəm, Bir dənə xaşa görə heyvanı öldürəcək. Qardaş, hər bir Ayağa. Bu ayağa knopka da bayaq dedim. hər bir ayaq üçün xüsusi qazanlar veririk, xaş üçün. Aydındır, bir dəqiqə də, nə çox uzatdı. Bu da təriflərdən həmin belə südü verir, belə yoğurt verir. Qırmızı knopkasını gördüm. Qırmızı knopka bilsən nədir heç? O diyetическidir. Bunu yox, tutanın qiymət neçədir? Allah xeyir versin, 3000 ver götür. İşte sən 3000 nədir? Başınız xarab olsa buna 3000 verərlər. zibil elirsən bütün işlərimizi. Çox uzaq getmə, mənim səndən işim olacaq. Eşirsənmi? Bax, indi qırağadan dörsən, köşün indi bilirəm dostsan, bir yerdə dostluq eləyirəm, bir yerdə əsgərlikdən ağarmısınız, olmusunuz, dost olmusunuz. Ona görə də 2000 manat Allah xeyir versin. Allah xeyir versin, amma mən mənlikdir. Buyur. Yetmə, ay kişi, bir dənə bir saatda biz burada Əmir 2 sanmalı. saatda söhbət edirik. Mən əlinin taxtanı qoy yerə qaqaş. şöyle Mənlə şöyle. danışanda taxtasız da boş əllə danışmaq lazım. Aha, eşidirəm qaqaş, qiyməti denən. Əmək elirsən ha belə 2000 ver Allah xeyir versin. Buyur. Kimin çox bahadır. Ay kişi 200 manat ver götür. 200 Ay, manat 200 gözəl. manat. Mən razı, ver, ver. 200 manat mən razı. Satın getsin. Hələ qiymət. Qəşəng Ha qiymət. bura gəl. adam Ay olam, kişi, gəl bura. Gəl bura gəl. 2 saatda boyda şəhər müəllimi nə danışdırırsan ha alan döysən. Qardaş, bir dəqiqə dayan. Şamin şöşü bir dəqiqə gözlə. Sən mən avtobusdan düşürtdün dedin ki, məhəbbət müəllim, xahiş edirəm, yalvarıram. Zəhmət olmasa bir dənə gəlin bir dənə inəyə almışlar. Ona bir dənə qiymət qoyun. Neçə qiymət qoysanız ona satacaq. Demədim, Elə dedi dedim 200 manat mən də Elə dedim sən. Ha bu adamı tutduran adamı. Allah heç kim tutturmaz ha kişi. Məhəbbət işin deyənə qədər heç kimi tutturmuyor. Qaldı elə heç kimi tuttursun. Yaxşı, çıx get. Get şimdi Adına adına Allah bak. xeyir ver, 200 manat qəşəng qiymət. Yaxşı, Yox bre, məhəbbət. Yox, boy. Od yurdudur, odu göydən gətirir. Neçə mərd oğullar yetirir. Yiğidlər şan şöhrət dişirvana, gözəllər həm bacıdır həm ana. Əzəldən sorağı düşüb hər yana, nə gözəldir bu çağlar yaxsın. He. He. Sən bu damatı belə adamları boşdara var. İğne yalanı deyirsən. Hə. He Aslanofka'da durmuştum gördüm avtobusda bir tane bak. Bu nədir ayağıma yapışdı. Təmizlə dana buraları. Mən nə varım mal keçəydi. Dəqiq, Avtobusdan görürəm bir vazvurutlu oğlan keçir. Hə. Elə avtobusdan düşürtdüm aşağı gəl buraya inək var. Elə klient yığırlar, elə klient tapırlar. Mənim başım çıxmır. Mənim başım çıxmır. Və gəlib gəlişimsən bu boyda işə, bu boyda biznesə, indi deyirsən mənim başım nə çıxır mən. Sən Şəminin xalası oğlusan, sən hər şeyi bilməlisən, başa düşürsən? Sən bilmirəm deyə söhbət olmamalıdır. Mən bəyəm dedim bilmirəm. Dedim klient tutdum gətirdim də böyle. Nə ayıraq, nətər eləyək? Mən bilən sənin adın olan yerdə bizim iş heç vaxtı daha pisə gedilməlidir. Gəl fikirləş bir nəfərə sataq da bu malı. Sataq pulunu Bir dənə axırıncı prosta ideya var, indi bilmirəm onun. Nədir elə? Bu müğənilər yoxdurmu? Klipçat çəkdirənlər. Onlar ancaq deyə bilərik ki, bir dənə qəşəng göyçək simpatikli camışımız var. Yəni lazım olsa təşkil edək. Nə qəşəng deyək. Davay zəng eləyək. Sən Elzaya zəng elə. Elza Hadi heyvanlardan yox, arası. görə mən özüm çox gözəl bilirəm kimə zəng eləmək lazımdır. Bu nə telefonda? Bu hardan çıxdı? Alo. Alo, Salam aleyküm. Şemi. Nasılsın, iyi misin, yaşlı mısın? Nicesin? Deyən nömrəm var idi orada. Bende zaten senin numaran var. Ben seni çok seviyorum. Sen benim kardeşimsin, canımsın sen benim ya. Yenə də səsimi selektorə qoyub dostlarının yanında deyirsən, Şəmi də zəng eləyən. Keçən dəfə bax o söhbətə görə səndən nazı dalışacaqdı. Sen benim canımsın, Şemicim. Olur mu? Nəysə. Hə, eşidirsənmi? Sənə qəşəng bir ideya var. Peki söyle bakalım, dinliyorum. Təzə bir ideya, sveji ideya var. İstəyirəm ki, o proyekti səndən bir yerdə eləyək. Ha? Oy, sən hardan bilirsən ha? İnəyi kim deyir? Hə. Shakira'dan bahset bana. Beyoncé'yi getir. Yapabiliyor musun? Jennifer Lopez, J.Lo. Onunla tanışıyor musun? Hadi yaxşı dana bir yavaş da, yavaş. Bu Yok, hayır. Hayır Şemicim. Hayır. başa düşdüm, Shakira da olacaq, Jennifer Lopez də olacaq. Hə. Bir bax gördü o birisi müğənnilər nətər başlayıblar. Yavaş bax götürə elə ay günü Kazımovanı. O vaxtı camışlarla klip çəkdirdi. Ay sağ ol. Yavaş. O birisi heyvan, bu birisi heyvan. Yavaş. Hay huy. İndi kimdən duet oxuyur? Snoop Dogg'la. Yok bırak, boş ver bu işleri. Bir daha da beni arama Şemi. Çok sıkıldım şu an bu konuşmadan. Hadi bay bay. Boy. Nə oldu? Bu nə ad boy verdi ha? Yəqin Acun adını eşit. Hə, yəqin kontruktardı ha bunun. Əvvəlcə zaratka söylü. Bir dəqiqə. Kimə yığırsan Şəmi? Hə, deyən görə bu Əlikrama çoxdan zəng eləmirəm. Baş beyimi aparmışdı o vaxt ki, hə, klip üçün təzə ideya midi. Alo? Vay, qurban olaram. Əlikram, salam aleyküm. Şəmi!
Şəmi sənsən? Bəli, Şəmidir. Nə var, nə yox? Necəsən qardaş? Kefin afanım, canım başım. Yaxşı olasan. Şöşü necədir? Əli o da yanımdadır, salam deyir. Məndən salam söylə Şöşüyə də. Şöşü də salam deyir. Əli Kiram, Eşdirəm Şəmi, nə məsələdir? bilirsən ki, sənə elə belə şeylərə görə zəng eləmirəm də, narahat eləmərəm. Deməli biz indi olur da, yəni sferamızı arada dəyişikdir, iş tərəfimizi, biznesimizi arada dəyişirik. Ona görə də sənə yaxşı bir ideya var, hansı ki o ideya üstündə bax, Köşünün canına and olsun, Şəminin canına and olsun. Bax, o ideya üstündə bu dəqiqə manat da qırır. Bir-birinin şeylə, nə deyir o, Nadir Bayramlı, Nadir Qafarzadə, aləm dəyib bir-birinə. O müğənnilər də ağız açıb sizə ki, o ideyaya görə. Hey, hamı zəngilir ki, bəs o eşitdim təzə camış almısan, eşitdik təzə camışın var, o camışı klipə çəkmək istəyirik, nə bilim, gələk behin verək, nə dedim, yox. Deyirəm bunlar mənim ayağımın altına həmişə qazıblar da. Sən məndən qardaşsan Şəmi, sən bilirsən ki, kimə təklif eləmək lazımdır. Top kimi camışdır, özdə sən o camışı klipinə çəksən, qızırıb eləyərsən, Çox gözəl fikirdir. Demək, camış klipi mən ümumiyyətlə dünyanın sırasında görməmişəm. Onun raskutkası mənlikdir, narahat olma. Onun efirdə yayımlanması hamısını biz götürürüz boynumuza. Şeylə danışmışıq, deməli, Türkiyənin çox məşhur kanalı var, Akıllı TV. Ayso, sənin görüntülərini orada verəcəklər. Aycan. Altdan da yazacaq da, ünlü Azərbaycan şarkıcısı Əli Kiram Bayramov. Ayso. Ay maşallah olsun. Mən çox razıyam, çox sağ ol ki, Şəmi məni yad eləmsən. Çox sağ ol ki, məni yada salmısan, amma bir dənə ricam oldu ki, yəni bunu biraz tezləşdirək də. Sonra narahat olma. Qadan Allahım sənin, qadan. Bütün gündə toylar özün bilirsən də, daha deməyə ehtiyac yoxdur. Ölərəm elə. Çox, danışdıq. Yaxşı, danışdıq. 2012-nin dekabrıda, ha. Danışdıq. Öpürəm, hamınızı can sağlıq arzulayıram. Çox sağ olun, var olun, sağ olun qardaş, sağ olun. Davay qaqa, öpürəm, sağ ol. Razıdır. Öşü. Yenə də xalaoğlu, yenə də sənin adın, yenə də sən. Bu Əli Kiram belə şeylərdə özün bilirsən də, bu başını bişirmək çox asandır. Dedim, biraz da oradan buradan örgəşmişəm də, səndən örgəşmişəm, bax belə şirinlikləri, yalan danışmaqları hara kimi gedəcək bilmirəm. Gün qara, yaz divara, mən avarayam, avara. 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 O qədər telefonla danışıram ki, bu arada da görsəniz boy verir, Şöşü. Nə olub yenə? Gedib usta yazıda o pulzat vermək lazımdır. Mən o vaxt o texnikumda oxumuşam axı, bilirəm mən hər şeyi. Yəni bütün bu radyo texnika aparaturasıdır, ondan sonra bu televizordur, çorlu-beli televizordur. Magnitofonun o vaxt qalovkalar var idi, əvvəl şeylə silirdi onu, spirtlə silirdi. Bəs mən onun çəmin tərtibində sonra Onu sən moda saldın. magnitofonları ləğv elədilər, disklə buraxdılar, ondan sonra evimiz yıxıldı. Sənə tümsüzün yoxsa açıq olsun. Əli Kiram Bayramov neçə il susduqdan Bu sonra nədir? camışla klip çəkdirdi. Bunların hamısını bir qırağa qoyaq. Mən burada belə bir şey görmürəm. Çəkiliş zamanı rejissor Kenan Əmərlə fikirləri üst-üstə düşmədi. Ses ver. Bu həftə Pult var, televizyon pult, ged oradan ver. Ged oradan ver, tez gəl. Necə yaxalandı? Əsl klip bax belə olmalıdır. Tolik bu dəfə çox kəskin danışdı. Onun gözünü çıxardıram. Necə deyərlər, bu günün sabahı da var axı. Fərq etməz xəzəlsən, ya çiçəksən. Aslan da məndən, olsan da mənim. Əli Kiram mətbuat konfransı keçirdi. Pis satan camış deyil mi? Bu camış, bunun televizyon xarabdır. Bu nə də mətbuat konfransı zad eləyib. Mən buna demişəm ki, klipinə çək, heç kimə xəbər eləmə. Bu klipə görə. Mən hətta deyəm konkursda var ha. Bu Əli Kiram da Bunun üçün o qədər Əli Kiram zəng Ara zəng. Kimdə sən cavab ver. Yox, mən nə deyəcəm ona? Əli danışmışsan elə də cavab ver. Mən yox. Mən Özün müğənnisən, amma müğənni. Şou biznesdə geri qalmışdı.
Ay ne olub ay qardaş, biz qoy imkan ver bir səhər açılsın, bir xoruzlar banlasın. Ne olub ay səhərin gözü açılmamış. Qardaş, mənim bu telefonum dağılır. İndi atma mağazına baxıram. Hə, mən bilirəm də nəyə görə zəng edirsən sən. Partdaş nə? Mənlik imiş də mənlik. Necə məni görmüsən, necə düşünmüsən. Sənin özünə də qurban olum, səni deyə ya da. Ha telefonun dayanmır ki. İnanırsan dünyanın dört tərəfindən o zəng vurur, bu zəng vurur, o zəng vurur, bu zəng. Ay qardaş, inandırım səni. Bax, mən bilirdim ki, bizim bu proyektimiz tutulacaq. Bax, bayaqları Şöşün ilə şeyə baxırıq, ATV mağazinə baxırıq, ikimiz bir yerdə. İnandırım, o qədər fəxr edirik ki səndən, o qədər fəxr edirik ki, Şöşü deyir ki, ay bu bizim satdığımız camış, mən deyirəm, ay bu bizim Əlikiram, dostumuz Əlikiram, falan beş məkan. İnandırım səni bu dəqiqə ham. Mən bu qədər klip çəkdirmişdim hə. İndiyə kimi mənim klipim belə maraqlı oldu. Çox sağ ol qadan. Allah səni köməyin olsun, Allah səndən razı olsun. Ay qardaş, sən sağ ol. Mənə bu ideyanı verdiyin və dərin təşəkkürümü bildirirəm. Qulluğunda hər zaman hazırıq. Bir də bir şey yadıma düşdü. Deməli, eşidirsən, bu təzə klipini çəkdirdim bu camışla, bu heç. İnşallah təzə klipinə qaqam bir ideya fikirləşib ki, qırğın da, qırğın. Hə, o şey yoxdurmu? Dəvə. Ərəbistanla bir dənə dəvə danışmışam. Hə, o Kamel siqaretləri var idi, əvvəl onun üstündə şəkli zad olub, həmin o dəvənin. Hətta o populyar dəvədir, tutuzdurub, Şeyx Nəzadla şəkli var, ondan sonra bütün dünya tanıyır onu. Onu gətizdirirəm Azərbaycana. Hə, ekskluzivini elə bir patentini almışam, həmin o dəvənin. Hə, elə bir 6 bazar qoyacam şeyə, zooparka. Oradan sonra da hə, bir kliplərdir, reklamlardır, ondan sonra istifadə edəcəyik. Birinci klip sənin klipinə çəkilir o dəvə, vəsyo. Yaxşı, peçatını qoyursan. Öpürəm qadanarım, sağ ol qadanarım. Davay kaka, davay, sağ ol. Sən oğul Hə, bunun başı xarabdır, hə, zəng edib bəlkə şeydir, bütün cahamat mənə zəng edir, nə bilim, tutuzdurmuşam, toylara istəyirlər. Oğulsa ne sözü, oğul. Axır ki bizim bir dənə işimiz alındı da. Səni. Heysa bu telefonu düzəldim iş görək, iş görmək lazımdır. Şöşü, iş görmək lazımdır. Spisoka bax, gör elə nə görləsin işlər var, yaxşı? Vardır hər bir yerdə hörməti, çəksin şəmi müəllim zəhməti. Yığsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Görüşək hamımız bir məkanda, ya evdə, ya işdə, ya da dükanda. ATV-yə baxın, biz gəlirik yenə qarşılayın gülə-gülə. Biz Mr. Shelly, tiri go, give me a me. Lambalatska, tumbalatska, rakada bakada tıngalatka. Bəli, soğuk